Salam dostlar, sabahınız xeyir, necəsiniz? Güllərimlə, çiçəklərimlə salam olsun sizlərə. Görürsünüz də necə gözəldirlər. Bugün güllərimlə məşğul olmayacağım. Bu günləri mən əkdiyim biber, badımcan, reyhan, bunlarla məşğul olacağım. Görürsünüz də bunun yarpaqların. Bunları salyanqozlar bu günə salır. Salyanqozlarla başım dərddədir. Buna da balaca baxın, bunu da nə günə salıblar. Bu şey boylar heç gül açmadı. Bilmirəm niyə. Sadəcə biri gül açdı, başqası açmadı. Hər gün salyanqoz toplayıram, yığıram. Çünki baxın, burada əkdim biberin başını qopartdılar. Qoymadılar bitə. Bir dənə bu normal dayanıb burada. Ən çox da bilirsiniz nə yeyirlər. Fasulyelərimi, lobyalarımı. Baxın da, ilahi nə günə salıblar. Buna baxın, həm sümüklü böcək. Belə olur, üstü qabıqsız. Həm də salyanqozlar yeyir onları. Burada baxın, pomidor əkmişəm. Özüm toxumlatdığım çeri pomidordur. Orada baxın, əkdiyim lobyalar çıxır. Fasulyelər yəni. Bu güldür. Sarı payızlıq gül inşallah açacaq. Çox gözəl güldür. Xoşum gəlir ondan. Baxın buralarda balaca olsa da hər cür əkmişəm. Bu ağlayan reyhandır. Bu da reyhanın nə gözəl rəngi var. Reyhanları çox sevirəm. Həqiqətən çox sevirəm. Böyüsünlər, çox gözəl olsunlar. Bu da baxın özüm toxumlatdığım çeri pomidor, balaca olan pomidorlardandır. Baxın, bu da özüm toxumlatmışam. İnşallah ki, bitərlər. Hər yeri, hər boşluğa əkmişəm. Həm oralarda da baxın, pomidor var. O hissədə görürsünüz. Oralarda lobyaları məhv elədi. Salyanqozları bitməyə qoymadı. Çiçəkləyimə baxın. Yenidən çiçək açdı. Baxın, burada da var çiçək. Bu qaba əkdiyim çiçəkdir, yaxşı növ çiçəkdir. Burada özüm toxumlatdığım çeri pomidor. Bura hansı güldən qırıb əkmişəm, bitib qəşəng. Bu da bodurdur. Bunun elə bir qoltuq altından baxın. Yarpaq və gövdə arasından çıxan, baxın belə qoltuq altı deyirlər. Onu qırıb əkmişəm, köklənib artıq. Çox da qəşəng. Bura əkəndən sürətlə boyatmağa başladı. Bodur pomidordur. Baxın, bunu almışdım. 7 manat o vaxt almışdım. Deyəsən, bodur pomidor hazır əkili almışdım. Bura baxın, dolmalaq biberlərin toxumundan əkmişəm. Və artıq bitirlər. Onlarla böyüsünlər, bir yerlərə əkəcəm. Bura baxın, pomidorlarına. Çox qəşəngdir. Gözəl güllərimi bir daha belə çəkim sizlərlə. Bunun gözəlliyini görürsünüz də. Necə gözəldir. Baxın, necə gözəldir. Limonumdan deyəsən ikisi tutdu dostlar. Baxın. Amma dəqiq bilmirəm. Qaraltı kimi gəlir gözümə. Tutmaya da bilər. İnşallah tutar. Buradakı reyhanlarım maşallah qəşəng inkişaf edirlər. Baxın, çeri pomidorlarım özüm toxumundan əkdiyim. Bitsinlər, buralara əkmişəm. Görək necə effekt olacaq. Bunu bağlayayım, bu çox yer tutur, bir də bağlayacağım. Orada da biberlərim var, lobyalarım var. Lobyalarımın çoxu artıq çiçəkdədir. Buradakı biberlər axır ki, biraz özlərinə gəlməyə başlayırlar. Pişik. Baxın, evimin üstündən pişik baxır. Pişik balası. Ged oradan. Orada pişik balalayıb. Bilmirəm, sizlərə çəkdim ya yox. Deyəsən çəkməmişəm. Hamamın elə bir evdəki hamamın lambirini tərpədirdi. Bax, o istəyə görə mismar vurum, oradan gəlməsin. Tərpədirdilər. Hətta işığı belə düşmüşdü. Çıxdım yuxarı baxdım, gördüm 3 dənə pişik balası. Bütün bitim, birəsini tökəcək ora, sonra mora keçə bilməyəcəm.
Anası da var. Hərdən gəlib əmizdirirdi anası. Daha indi bilmirəm necə oldular. Anası atıb getsin, yığım gərək aparım. Görüm hara verirəm, hara atıram. Başıma oynatır bu pişiklər mənim. Pisi pisi pisi. Ne olmuşdu? Kaldınız orada. Hı? Pişiklərin bu birə məsələsi olmuyor. Bir də həyəti dağıtma məsələsi. Mırmırımızı temizdirməliyəm. Öz pişiyimiz də adı mırmırdır, bilirsiniz. Onu yumalıyam, dərmanlamalıyam. Güllərimiz, baxın bu sukulent. Sukulentlərim azdı, amma heç yaxşı böyüdə bilmirəm. Hardan baxır? Setkanın arasına başını oradan uzadıb baxır. Gəlib ora mismar vuracağım. Oradan da çıxa bilməyəsiniz də ya. İndi çapalayacağım mən bu biberləri. Biberim baxın. Başını kəsmişdim. Və yeni qanadlar çıxartmağa başlayıb. Artıq özünü tutur. Burada 3 dənə çatallama var. Deyirlər aşağıdakini budamalısan. Amma budamaq həmişə budamışam. Bu səfər də budamayacağam. Baxın bunları budamışam. Baxın 3 dənə çatallaşma. Baxın. Hətta bunda 2 çatallama var. Görürsünüz də. Çiçəkləri belə var. Budamışam aşağı hissələrin. Hətta baxın bunda da var. Aşağı hissələrin. Baxın heç bir yarpaq falan yoxdur. Budamışam. Bunlar bitmirdilər. Mırmır sən gəldin. Mırmır haradasan? Bizim mırmır. O pişiklərdən biraz böyükdür. Çox yox. Bizim mırmır nədənsə böyümək bilmir. Həqiqətən yemək də yemir düzəməli. Nə verirəm yemir. Çünki anası tez getdi. Bunlar südü az əmdi. Bu öz-özündən bitib dostlar. Brokoliyə oxşuyur. Həyətimdə həqiqətən öz-özünə toxumdan bitən şeylər oldu. Və bu da öz-özündən bitib. Görürsünüz də. Brokoliyə oxşuyur. Kəsib atmıram yəni. Görün bu nə olacaq. Çox maraqlıdır. Minik brokoliyə oxşuyur. Toxumlasa toxumunu götürərəm. Bu da qarğudalıdır. Görürsünüz. Necə qəşəngdir. Baxın bunun da kafa hissəsini kəsmişdim. Çünki xəstəlik vardı, bitmirdi və yenidən toparlamağa başladı. Nə qədər qol qanad çıxartmağa başladı. Belə. Baxın bunları belə aşağı hissələrin qanadlı saxlayacağım. Dəyməyəcəm onlara. Görək həqiqətən effekt olurmu? Nə fərqi var görək. Aşağısını budayıb yuxarısını saxlamaqla və yaxud da kafa hissəsinin başını qopardıb aşağılarını da qolqanı çıxartmaqla fərq necə olacaq? Ona görə daha biberi budamaq yoxdur. İndi də belə də yoxlayacağım. Bunun kafa hissəsini qopartmışdım, amma deyəsən qopartmamışam dəqiq. Qopartdıqlarım çoxdur. Həqiqətən bax, orada qopartmışam, orada qopartmışam, bunu qopartdım. Sonra baxın, onu qopartmışam, necə qəşəng böyüyüb. Baxın, bunu qopartmışam, necə bir sürü dallar, budaqlar çıxardıb. Görəkdən çapalayacağım bunları. Bu xiyarlarım heç türlü olmur. Bir aydır, martdan əkmişəm. Mart uca mayın axırıdır. Martın əvvəl əkdiyim xiyarlardır. 5 dənə xiyar olmalıdır burada. Heç tür alındıra bilmirəm. Hətta biri lap balaca qalıb, görürsünüz də. Görək necə olacaq. Bu tərəfdə də olmalıdır xiyarım. Lobyalarımı çox yeyir. Böcəklər həqiqətən. Baxın bu da öz-özünə bitib. Bu da toxumlasın, toxumunu götürəcəm. Sonra çuğundurdu deyəsən, dəqiq bilmirəm. Görürsünüz də, buradakı lobyalarda bir türlü böyümək bilmir. Həm sıxdı oralar, həm də ki salyanqoz imkan vermir. Bu lobyalar da bir türlü böyümürlər. Bunlar da böyüyərlər inşallah. Bu tərəfə də əkmişəm lobya, qarğıdalı. Burada öz-özündən toxumları düşüb, yəni əlimdən səpəndə yəqin ki düşüb, heç əksən belə bitməz. Qəşəng şüyüdlər çıxır. Dünən yığdım, nə qədər kükü elədim. Kəsdim, əlbəttə kökündən çıxartmadım.
işlətmək üçün. Orada reyhanlarım var. Orada da qəşəng böyüyən lobyam var. Papatyamı görürsünüz necə gözəldir. Almama xəstəlik düşüb. Yuxarı hissəsindədir, görükmür. Onu pilləkəndən çıxıb cücülənib dərmanlayacağam. Xəstəlik olan yerlərini kəsəcəm. Baxın lobyanı bu belə yarpağında baxın görürsünüz. Belə bir ləkələr əmələ gəlib. Bunlar nədir tam olaraq? Baxın lobyanın çiçəyini, artıq çiçəkdədir lobyam. Bol-bol çiçəkləmə, xəstəliklər yaranır. Dünən dərman vurmuşam. Bilmirəm necə olacaq. Bu pomidorumun çox qolun qənədini, hətta çiçəyini də qırmışam, ona görə bilmədən olub. Buradan yeni çiçək, buradan yeni çiçəklər gəlir. Bu pomidorumuzun üstü maşallah çiçək doludur. Çiçək gözləri ilə, amma iş orasıdır ki, meyvə gətirəcəkmi. Görürsünüz, bunda da çiçək doludur. Görək, inşallah bol-bol pomidor. Pomidor burada alındıra bilmirəm də. Görək bu səfər alındıra biləcəmmi. Bax, görək. Buradakı pomidorlarım da var. Görək, meyvə gətirəcəkmi. Sanki bunda azdır çiçək. Yuxarı hissəsində də var. Buna baxaq. Bunda çox çiçəklər yoxa çıxdı. Orada biri var. Görək də hansı daha yaxşı gətirəcək. Bir dənə möhtəşəm inkişaf edən xiyarım var. Baxın bu xiyar. Maşallah xiyarıma. Maşallah deyək. Görək hanı bunun xiyarları. Baxın. Baxın. Nazikdir əslində kökü. Görürsünüz də. Bir dəqiqə. Baba bu hissələrdən aşağıda olanları qopartmaq istəyirəm ki, qoy inkişafı daha çox yuxarı versin. Görürsünüz də. Hətta bu yarpağı da qıraq. Belə. Buradan belə bir şey çıxır. Bunu da qırırıq. Gövdədən. Gövdəsi tam qalınlaşmayıb. İndi çeyləyəcəm. Görürsünüz də maşallah. Üstü doludur xiyarla. Həqiqətən. Bu da ilişib. Bura tikanlı xiyardır deyəsin. Mən buna necə deyim? Bu mayda əkmişəm də. Belə. Görürsünüz də. Maşallah. Baxın. Burada xiyarı var. Burada var. Hətta burada var. Görək tutacaq mı? Burada var hələ. Böyüyə də maşallah çıxır. Baxın, bu xiyarı mən görürsünüz də necə böyüyüb. Baxın. 1 metri keçir. Görürsünüz 1 metr oza dolaş. Bu xiyarı mən baxın, bu xiyarlardan 1 ay sonra əkmişəm. Bu xiyarlardan 1 ay sonra mən o xiyarı əkmişəm. Bunlar hələ indi böyüməyə çalışır. Bu artıq meyvələrini verir. Gövdəsi biraz nazik kimidir. Yuxarısı qalın. Ona görə aşağıların budadım. İndi çapalarını eləyəcəm. Bu pomidorlarımdan da o qədər ümidim yoxdur nədənsə. Artıq sulamaq da yoxdur. Artıq çoxmu su verdim, neynədim? Əslində az su verməyə çalışıram. Burada da var xiyarım. Bunu da aşağı hissələrini qıraq. Yuxarı çıxsın. Belə. Lobyalarım var. Qarğıdallarım var. Lobyalarım çiçəkdədir. Hamısını o tərəfə sarmaşdırmağa çalışıram. Amma lobyalar hamısı gəlirlər, təzədən bura qayıdırlar. Baxın, belə sarmaşdırmağa çalışıram buralara. Keç görək. Böyle. Pomidorlardan o qədər də ümidim yoxdur, amma görək də necə olacaq. Burada biberlərim görürsünüz. Burada da var biberlərim. Bu ikili biberdir. Qopartmamışam, elə ikili böyüyüb. Bunu sonradan aldım, əkdim. Buradakı xəstəlikdən öldü. Baxın, bir elə dərmanlayıram.
Yine xəstəlik var orada, xəstəlik. Bu kabakların da aşağı hissələrini alıram. Heç bilmirəm alınmalıdır ya yox. Nəyə görə mən alıram? Çünki ətrafına çox kölgə düşsün istəmirəm. Bunun yarpağı nə belə yeyib heç bilmirəm. Əməli baş nəsə bir ot duyub. Toyuqlar çıxmır oradan qətiyyən. Bunu nə yeyib heç bilmirəm. Baxın boranını beləcə yuxarı sarmaşdırmaq istəyirəm. Burada iki kök boran olmalıdır. Biri iridir, biri balaca. Böyle. Bunu da kırdım. Aslında ne geçti iriydi. Ziyan olacak bilmirəm ama kırdım işte. Kırdım. Necə ola bilmirəm. Beləncik. Buradaki lobiyalara baxın. Necə maşallah geçin. Çiçək açıb görək tökəcəkmi? Lobiya mən indiyə kimi heç bitizdirməmişəm. Burada da var. Görürsünüz boranlar. Bunlar böyütmək istəyirəm. Buraya özüm toxumlatdığım dolmalıq biber əkmişəm. Görək bitəcəkmi? Keçmişim. Buradakı xiyarlarım da o balaca qaldı. Onun necə deyim, baş hissəsi qopmuşdu onun. Ona görə o yenidən bitməyə çalışır. Bunlar da belə, baxın yarpaqlarındakı xəstəliyə, niyə bu gündədirlər heç bilmirəm. Bir elə də dərman verirəm yarpaqlara. Xeyri yoxdur. Ya satan yaxşı satmır. Anlamıram, yaxşı şey vermir dərman. Orada bir dənə balaca badımcanım var. Heç böyümək bilmir. Mənim kərkim. Baxın bununla kərkiləyirəm. Qəşəng də kərkiləyir. Bütün diblərini açacağım. Cığırlar düzəldəcəm. Buradakı lobiyalarım artıq sarmaşır. Hamısı çiçəkdədir. O qırağa da əkmişəm lobiyalar. Onlar da qalxacaq. Güllərimi də bir çəkim. Qarğıdallar, patlıcanlar. Görək, baxın. Apreldən əkdiyim badımcanlar heç əmələ gəlmədi. Bəziləri, bunlar bax bunu. Bununla onun arasında bir ay fərq var. Və eyni boyda da hətta bu onu keçib. Təzə çıxan balaca çiçəklərimi qopartmışam. Yenidən çiçək çıxardır. Gövdə daha yaxşı olsun deyə. Görək inşallah bol-bol işlədərəm. Bura az günəş düşür. Əslində çox düşür. Baxın bu heyva. Düz bax günəş bunun baş hissəsində dayanır. Bu heyvanın. Dayanır, bu hissəyə kölgə düşür. Əgər bu gün ağac olmasa bura çox gözəl gün düşər. Çünki düz yuxarıda dayanır günəş. Burada da heyvan var. Heyvanı da üstü maşallah bu il qəşəng gətirib. Xeylaq var. Əslində çox gətirmiş. Çoxu töküldü. İndi yaxşı saxlayıb məncə üstünə, özünə görə yaxşı saxlayıb. Çapa işimizə başlayaq. Öncə elə bir çayım olmalıdır. Çayım soymamış, çayımı içim. Sabah səhər saat 9 olmalıdır. Bugün baxın belə çapalayacağım. Görürsünüz, çapalamışdım əvvəllər. Suladım, təzədən yeri dağıldı. Bu səfər çapalayıb sadəcə arıqlarla su verəcəm tay. Köklərə verməyəcəm. Gözəl güllərimi də çəkim sizlərə. Bu kabak bilirsiniz hansındandır boranı. O tüşlərin ola belə uzun yaşıl kabaklarından göy yeməkli. Ondandır. Görək indi alınacaq, necə olacaq. İnşallah yaxşı olar o da. Buradan da nə qədər biberləri baxın. Yenidən əkmişəm. Çünki bəziləri xarab oldu. Dediyim kimi başlarını qopartdım. Burada şirinlə acı qarışıqdır. Görək indi effekt necə olacaq. Bunları acı qıl biber deyə almışam. Görək həqiqətən belə çıxacaq. Görək də. Burada gözəllərimi göstərim sizə. Baxın bu sukulentimə. Bu buradan deyəsən çiçək açacaq. Dəqiq bilmirəm. Belə bir zoğ çıxardı.
Maşallah. Güllerim toparlayır özünü, çok güzelleşirler. Axır ki bu gözlərim oradan yarpaq çıxarmağa başlayır. Hətta arxasından baxın. Buradan 2 dənə də zov çıxartmağa başlayır. Belə. Tənəklərimi göstərim sizə. Tənəklərimin üstündə üzümləri var. Əslində qışı yaxşı budamamışdım bunu. Biraz gec budadım. Demək qış deyildi da.